İran isə Amerika bazalarını vurmaq üçün hazırlıq görüb və ilk olaraq bu ölkədəki hədəflər və bazalar vurulacaq. Konkret siyahı bəllidir. İran da geriləmək istəmir və deyir ki, bizim vuracağımız bazaların yeri bəllidir. Tehran, Vaşinqton, İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşularsa, yaxın şərqdəki Amerika hərbi bazalarına zərbələr endirməyə hazırlaşır. TV Musavat xəbər verir ki, məlumatı New York Times mənbələrə istinadən məlumat yayıb və bildirilib ki, İran raketlər və digər hərbi texnikalar hazırlayıb və ilk növbədə Amerikanın İraqdakı bazalarına hücum etmək niyyətindədir. Eyni zamanda İsrail Tehranda İranın hərbi və nüvə obyektlərini vurub. Bununla bağlı rəsmi açıqlama da var, dəyərli izləyicilər. Bəli, İsrail Müdafiə Ordusu Çaxal çərşənbə gecəsi İranın paytaxtı Tehran ətrafında yerləşən hərbi obyektlərə geniş miqyaslı hava zərbələri endirdiyini açıqlayıb. TV Musavat xəbər verir ki, rəsmi məlumatlarda bildirilir ki, 50-dən çox qırıcı təyyarə İsrail Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin dəstəyi ilə uran zənginləşdirən sentrifuqaların istehsal etdiyi obyektə zərbələr endirib və İsrail tərəfi də bu obyektin nüvə silahı proqramı üçün istifadə olunduğunu iddia edir. Sülhməramlı nüvə proqramı üçün yüksək səviyyədə uran zənginləşdirilməsi də tələb olunmur deyə bəyanatda qeyd olunub. Bundan əlavə zərbələrin ballistik raketlərin komponentləri, yer-yer raket sistemləri, həmçinin İranın PUA-lara qarşı hava hücumundan müdafiə sistemləri istehsal edən müəssisələri də hədəfə aldığı bildirilir. Çaxal bu əməliyyatların İranın nüvə silahı hazırlanmaq və raket imkanlarını zəiflətmək məqsədi daşıdığını da bildirib. Dəyərli izləyicilər, bu dəqiqələrdə hücumlar ard-arda gəlməkdədir.